LG markalı paltaryan müştərinin şikayəti o ki, qapı açılmırdı. Bəli, gəldim, yoxladım. Qapının ruskası gördüyünüz kimi qırılıb. Qapının ruskasının qırılma səbəbini izah edirəm. Diqqətlə axıra qədər baxın. Videoya bir dənə heç olmasa sağ olun, çox sağ olun yazın. Sizi maarifləndirirəm ki, belə hallar başınıza gəlməsin. Bunu sizə heç kim deməz. Hamı deyər ki, ustalar, qoy qırılsın, pul qazanaq. Mən deyirəm, qoy qırılmasın. Siz diqqətli olun, niyə? Baxın, paltaryan yudu qutardı. Həmişə daima burada siqnal çalır. Qapının işığı buraxmalıdır ki, qapını açasınız. Əgər siz qapının işığı buraxmamış, yarımçıq, işləyə gəlib yoxlayırsınız belə. Görəsən işlədir, görəsən açıldı yoxsa yox. Onu zədələyirsiniz, axırda qırılır, belə olur. Yəni o qırılmasın deyə yuzun, qurtarsın, 5 dəqiqədə sönsün, sonra qapısını açsın. Özünüzə yaxşı baxın, sağ olun. Nömrə səhifədə var, paltaryanla bağlı nə sualınız var, yaza bilərsiniz, zəng edə bilərsiniz. 15 il təcrübəli usta düzəlməyən paltaryan yoxdur. Nömrə səhifədə var. Ölkənin ən öndə gedən, ən çox follower olan səhifə bizdədir. 125 min takipçi var. Kimə lazım olsa, yəni bunlar 125 minin hamısı bir-bir gəlib. Niyə belə bir videolarının lazım olsa, əgər nömrə səhifədə var, buyurun zəng edin. Həll eləyək, görülən işlərdə qarantiya verək. Özünüzə yaxşı baxın, sağ olun.